Здравствуйте, дорогие зрители! Добрый день, дорогие ученики! Всех приветствую на моем канале Уроки русского языка. Сегодня мы с вами будем работать 15-й урок. Тема наша называется «Мой день рождения». Это 4-й раздел из 2 класса новой версии. Старой версии также есть видео на канале, а это уже видео новой версии, которая вышла в этом году. Значит, у нас 4-й раздел «Мы любим праздники», и наш 15-й урок – это про день рождения. Сначала будем отвечать на вопросы по картинке, это наше первое задание, а затем следующее задание. Salam əziz izləyicilərimiz, dəyərli tələbələrimiz, xoş gəlmisiniz mənim kanalıma Rus dili dərsləri. Biz sizinlə bugün 15-ci dərsi işləyəcəyik. Bu 4-cü bölmədir artıq. 2-ci sinifin yeni versiya kitabından. Köhnə versiyanın da videoları var kanalda. Bu isə yeni versiyanındır. Burada bizim mövzumuz bayramlar haqqındadır və bizim 15-ci dərsimizin birinci dərsi. 4-cü bölmənin birinci dərsi, 15-ci dərsimiz olur ad günü haqqında. Birinci tapşırığımız suallara cavab verməkdir şəkil üzrə. Ondan sonra isə digər tapşırıqlarımızı edəcəyik. İndi baxaq. Первый вопрос. Что вы видите на картинке? Şəkildə nə görürsünüz? Мы видим торт и подарки. Görürsünüz, торт и подарки. Və yaxud da burada свечи deyə bilərsiniz. Şamlar, tort, подарки, yəni hədiyyələr. Və tam cavab verə bilərsiniz. Qısaca deyə bilərsiniz. Торт, свечи и подарки və yaxud da я вижу на картинке торт, свечи и подарки. Второй вопрос. Когда обычно мы зажигаем свечки на торте? Deyir, adətən biz nə vaxt tortun üstündə şamlar yandırırıq? В основном на день rождения. Обычно в день рождения мы зажигаем свечки на тортике. Bir də bizdə Novruz bayramında, amma o da tortun üstündə deyil, xonçanın qırağında şam yandırırlar. Ümumiyyətcə ona görə deyəcəksiniz ki, ad günündə. На день rождения. Və yaxud da tam cavab verəcəksiniz. Обычно мы зажигаем свечки на тортике на день rождения. Вы любите отмечать свой день rождения? Siz deyir, sevirsiniz öz ad gününüzü qeyd eləməyə. Burada düşünürəm ki, hamısı deyəcək. Да, мы любим отмечать свой день rождения. Tam da cavab verə bilərsiniz. Sadəcə də deyə bilərsiniz. Да, мы любим. Да, очень любим. 4-й вопрос. Какие подарки вам дарят? Deyir, hansı sizə hədiyyələri verirlər? Burada uşaqlar hədiyyələri saya bilərlər. Например, oğlan deyə bilər maşину, robot, lego, мячик, не знаю, деньги, kimsə pul deyə bilər, девочки deyə bilər, kosmetiku, там платье, kuklу, sonra yenə деньги, pul deyə bilər, цветы, güllər, sladости, şirniyyatlar, yəni kniги, kitablar, çox şey demək olar. Hərə öz fikrini burada ifadə eləyər. Задание второе. Прослушайте, повторите. Bu qulaq asıb təkrar etmək lazımdır. Burada yeni sözlərdir. Onu da təəssüf ki, hələ ki səs dinləmələri yoxdur internetdə, ancaq kitabın özüdür. Ona görə kimsə tapsa göndərər mənə və yaxud da ki, əgər müəllimdə varsa, sinifdə qulaq asıb təkrar edərsiniz. Укажите картинки, название которых отвечает на вопрос «Кто?». Так, kim sualına cavab verən sözləri göstəririk. Вот, мальчик, девочка и строитель. Строитель bənnadır, ev tikəndir. Строитель. Bunlar кто sualına cavab verir. Следующее задание – это у нас диалог. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Gəlin, biz oxuyaq, tərcümə eləyik. Siz də buna uyğun dialog mütləq şəkildə qurmağa çalışın ki, uşaqların dilləri açılsın və öyrəşsinlər. Qısa da olsa, çətin də olsa, asta-asta da olsa, hansısa cümlələri təkrar eləsinlər və dialog qurmağa çalışsınlar. Solmaz, привет. Solmaz, salam. Здравствуй, Zakir. Salam, Zakir. Поздравляю тебя с днем rождения. Sənin ad gününü təbrik eləyirəm. Спасибо, Zakir. Çox sağ ol, Zakir. У вас, наверное, гости. Sizdə yəqin ki, qonaqlardır. Да, много гостей. Bəli, çoxdur qonaqlar. Не буду отвлекать. До завтра, Solmaz. Mane olmayım, yəni sənə fikrini yayındırmayım mənasında, sənə mane olmayım mənasında. Не буду отвлекать. Əsasən uşaq müəllimlər
sinifdə daha çox uşaqlara bu ifadəni deyirlər. Misal üçün, uşaqlar nəyəsə fikri yayınıblar, kiməsə baxırlar, qulaq asmırlar. Müəllimlər çox vaxt deyirlər ki, niyə atvikaysiya? Yəni, başqa şeylərə diqqəti vermə. Əsas dərsə ver, diqqəti ver. Da zavtras olmaz, sabahadakis olmaz. Пока, Zakir. Sağ ol, Zakir. Bax, burada поздравляю тебя с днем рождения. Bax, gözəl ifadədir. Ad günü təbrik etməyi artıq uşaqlar öyrənə bilər. Rus dilini necə təbrik etmək lazımdır. Теперь второй диалог. Ребята, давайте все вместе поздравим Sevil с днем rождения. Uşaqlar, gəlin hamımız birlikdə Sevilin ad günüsünü təbrik edək. С днем rождения, Sevil. Burada böyük ehtimal ki, mahnı oxuyurlar. Ad günü mübarək, Sevil. Похлопаем вместе. Bir yerdə əl çalaq. Всем большое спасибо. Hamıya çox böyük təşəkkürlər. Çox sağ olun. Burada da gözəl ifadələr var. Mütləq şəkildə buna uyğun dialoqlar ya bu eyni dialoqu uşaqla təkrarladın, qurun. Так, укажите соответствие. İndi burada uyğunlaşdırmaq lazımdır. Baxın, burada bizim sözümüz gəlir красивый. Красивый gözəl deməkdir və burada bizə kişi cinsdə verilib. Sonu ıxdısa kişi cinsdir. Красивый. Biz kukla deyə bilmərik. Kukla qadın cinsdir. Красивый торт. Gözəl tort. Demək olar, tort kişi cinsdir. İqruşki görürsüz cəmdədir. Demək olmaz. Güllər cəmdədir. Demək olmaz. Kniga kitabdır. Bu qadın cinsdir. Demək olmaz. Мяч kişi cinsdə olar. Красивый мяч. Gözəl top. Demək olar. Красивый торт, красивый мяч. Burada güllərə yox, indi bir şey də yadıma düşdü. Buket deyə bilərik. Красивый buket. Çünki dəstə sözü gül dəstəsi. Buket kişi cinsdədir. Onu deyə bilərik. Gözəl güllər deyə bilmərik. Yəni Azərbaycan demək olur, Rus dilində demək olmaz. Cəmdə deməlisən bu sözü də, bu sözü də. Amma buket sözünü deyə bilərik. Ona görə gəlin deyək 3 dənə söz olsun. Красивый торт, красивый buket, красивый мяч. Daha doğrusu bunu belə nəzərdə tutublar ki, 3 söz deyilə bilsin, 3 söz yox. Bax, bunu belə ifadə eləyirik. Yəni burada söz birləşmə qurur da, uşaq belə deyək. Bir sifət, bir isim. Söz birləşməsi qurur və düzgün cinslə onu nəzərə alsınlar ki, məsəl üçün красивый sözü hansı sözlə istifadə etmək olar. И шестое задание. Запишите элементы буква Р и С. Burada R bukva yazırıq, большая, маленькая и bukva S. S-lə R-ni öyrənirlər uşaqlar. Belə, bu dərsimiz burada bitdi. Gələn dərsdə görüşərik. Sağ olun. До свидания, увидимся на следующем уроке. Всем удачи, всем пока.